Salam dostlar, bugünlər sizə Car Parking oynayacağıq. Car Parkingdə bilirsiniz ki, mənim bu 1000 manat, 1000 coinli maşınım var idi. Bunu şükür çizim elədim. Car Parking neydi o proqramın adı? Hə, cak gibi atmışdım bunu. Bir dənə dedim ki, üstünə çizim elə, mənim şəklini at yine. Atdı, baxdım bu. Ben başka yerler belki düz eləmişəm, bu qırmızıları, ağları, sarı, qaralar, sarı. Bir daha bu başı var. Başı oyunda olan simgeden elədim. Deyə göstərim onu. Baxın, o bir də budur. Bunu qoymuşam mən. Hə, nəysə. Sonra baxın. Ben burada baxın bir də favoriyə qoymuşam maşınları. Baxın, bir də bunu çıxartım. Baxın. Ayda ustular başladı. Nəysə. Baxın, bir bunu çizim eləyəcəm üstünə. Sonra bunun adı neydi? Hə, Mercedes çıxması neydi, nədir? Nəysə, Mercedes'i çizim eləyəcəm. Bunu alanda mən belə idi, amma yaxşı deyildi bu. Yəni oyunda eləyiblər. Bəlkə bu üst açıq maşını eləyəcəm. Onu zor deyə Peredok öz aramızdır. Lay Peredok. Ya buna iki tək ayağım. Düz qoş indim görəsən. Baxın necə qalxır. Sıfırlayaq bunu, gətirib qoyaq bura. Baxarıq necə qalxır. Sonra bir dənə belə üst açıq maşınımız var. Buna da yəni iki tək ayar vermişdim. Sonra dəyişdim. Sonra eləmədim çünki bu lazım deyil, aşırdı. Bir də yəni belə yenə də verirəm, bəlkə iki təkər videosudur bu. Hə, sonra nə var çizimdə eləməyə? Bu əslində Chrome'dur. Bu ancaq çizim eləyəcəm üstünə. Və sonra bunu da eləyəcəm çizim. Bu Chrome'luq eləməyəcəm bunu. Çizim eləyəcəm bunu. Sonra topaşımız var burada. Topaşı əslində belə bir şey eləmişəm. News'una neydi bu adı? Panda savaşır gəlmiş odun çalın içində. Belə baxanda yaxşıdır ya. Amma buna çizim eləməliyəm mən. Eləməliyəm. Hə, şöyle bu qədər maşınımız var. Çizim eləməliyik. Nə qədərdir? 7 dənə maşın çizim eləməliyik. Böyle qalsın toy süründə. Amma zor yığılar dostum ha. Bunu zor yığılır. Ha, bir de ya bu Xəzərə oxşayan bir maşını var burada. Bunu yığacağam. Xəzər yığacağım. Sonra qalacaq məndə əlbəttə ki. Bunu deyirdim satmadım eləmək. Qoğalı bəlkə pul lazım olsa satacağım bunu. Neyse biz birinci bir deyəcəm bunun üstünə belə bir çizim kimi şeylər eləmişəm. Gəlmiş ki oyundan eləməmişəm də bunu. Mesela əslində bu oyundadır. Bu da yanlış bir şey burada topla oynayır. Bu ağıllı fikirdir ama. Farasının rəngi də zordur maşının da. Neyse. İndi biz götürək bir dənə bu üst açıq maşınımızı. Bunun rəngi hem zordur. Bir də qəşəng viddi var. Viddidir də viddi maşın. Nəyim? Açılıb qutarsın. Çıqıb. Bu sesimi özüm çıxardım. Açıldı. Oy zor görsən. Buralara gəlməmiş. Amma böyle zor görsən deyə. Oy qəşəngsən. Buna ayar kamera ayarını vereyim. Böyle elədir. Ben xəritəyə yürüyüb buradan belə. Sonra bir daha bunun drift moduna alaq baxaq. Driftdə bomba kimi qalxır. Burası aşma problemi vardı. Sürətini ayarlayaq buradan. 50 qoyaq. 50-də baxaq. 50 pisdir bu. 50 yox. 30 qoyaq.
30'da qalxmırsa 40. 40'da daha bombadır. Allah. Kamera. Oy zor ya. 40 bunun yani ki konkretdir. 40'a daha söhbət yoxdur brat. Skor. Oy Allah dişə. Girdi badımzanlığa. Qaldıraq. Ben şəklini çəkmək istəyirəm bir dənə yaxşı vəziyyətdə. Oyda qalxdı bir an qəşəng. Bayaqdan bomba kimi qalxdı. Bana görsən necə çəkdim axı. Sıfırdan yedim. Yani davay bir dənə. Ay da şəklini çəkilmədim. Ola bu neyini də o zaman kabuldur ki. O aşmadı. Drift moduna koymuşuq. Bir dənə bunlar açaq hamısını. Belə olmalı deyil əslində açaq bir dənə. Valla çox drift edir də fırlanan maşın. Oy da çəkə bilmədim yendiyi. Çatdıra bilmədim. Aşan vaxtı çəkdim o. Oy da bu ne işləyir? Ha, qəşəng. Çəkdim. O belə zordur. Baxın bu cür eləsəz, bomba kimi drift modu. Bunların hamısını açsınız, bir dənə bu otomatik tıklayıcını saxlasınız. Всё. Otomatik tıklayıcı nasıl o program yazmaya geldi. Neyse. Otomatik saxlasınız. Всё. Program mən devam videosunu çəkməmişdim. Otomatik tıklayıcıdan pul qazanırsan o. Neyse, bak görəm eləyək. Neyse, buradan çıxaq indi. Çıxıb indi o biri ünlü maşınımızı götürək, üstü açıq. Bir dənə neçə dəqiqəlik videodur. 7 dəqiqəlik videodur. Bunu götürək. Nə deyələ, drift ayarı yazmışdım ki. Drift ayarı var. Heç kim almadı onsa. Oradan pozum. Poza boş bir şey de alsın. Bu ne ki? Ya orama hansından buradan koyuyorum. Ayda. Bu olsa düz yazma, düz yazmamışım onu. O zaman koyalım zor ya. Rus sonrasını koyayım arka. Baya Rus yaraşır. Nerede papalaşta? Bizi o. Ben de daşma. Hiç bilmem neydi. Neyse başlayalım bakalım bir. Necə qalxır buna? O biraz axı yaxşı idi. Baxa bir indi bununla modunda yaxşı qalxır. Drift modunda AVD-də, PVD-də. PVD neydisə. Baxaq indi. Qalxmaq istəyir. Oy. Ay, açdı. Açdı, söhbət yoxdur. Açdı. Dalı zordur görsən qabaqdan. Ola qabaqdan zor. Ay, kameranın İsmail'e baxmalı. Yaxşı. Drift modunu aldıq. İndi sürək maşınımızı evdən davay. Konkret mi sözün bilir ya. Hara geldi çıktı ya. Kalka kaldırmak sen neyse alınma. Bugün ise bir ki Xəzəllada neydi onun adı? Xəzəllada dinləmək. Xəzəllada nə deyir? Xəzər online videosu atacağım. Çok zor oyundu. Yükləyin oyundan Play Market'e gəlib
Tezə çıxıb əslində oyun. Nə deyim, yüklüyün, oynayın. Başqa sözüm yoxdur. Çox, həddindən artıq çox zor oyundur. Yəni qalxıb, drift elədi, qalxmadı. Körpün altına əvvəl belə olmurdu, indi belə o kamera değişilir. Yağmurdan skatiyka. Girdi şeyə, dayanacağa. Vurduq maşını, vurduq. Vurduq, söhbət yoxdur. Nəsə açdıq. O neydi o? Nəsə heç nə deyirdi, amma zor getdi yenə də. Oradan belə çıxır. Ay, açmasaydı bomba kimi idi ya. Dönək buradan, belə. Ay, böyle çəkə bilmədim mi? Bir dənə də. Hoppa, bomba kimi yerdə tutduq. Yaxşıdır bu da, bunun da ayarı yaxşı. Bir neçə ya 11 dəqiqədir video çəkirəm. Videoları bəyəni gəlsin istəyirəm. Və axırıncı video atmışam. Neçə bəyəni gəlmişik? 2 bəyəni. Amma ondan sonrasını atmışdım. Axırıncı vaxtımda 37 bəyəni idi. Bir də mənim TikTok kanalım var. Girin baxın. Tez açmışdım. Çoxdan açmışdım amma video paylaşmırdım. 4 nəfəri takip edirəm. Neçə 17 dənədəki abunətim var. 100 neçə dənədəki bəyənim var. Adı, şeyin adıdır ki, kanalımın adıdır ki, ət işarəsi mikrorayon. Birləşik mikrorayon. Mığını böyük yazın, qalanları balaca ilə. Sonra bir hesabım da var. Onun adı nə idi? Orada da ki 970 takipçim var. O da ki çoxdan atmışım, video paylaşmışım. Sonra hamısını sildim. Sonra 1000 takipçim vardı əslində mənim. Hamısı onlar getdi. Nəysə. İndi bir də söz deyim. İndi onun da adı FF 777. Hə. FF 777-dir onun adı. Girib baxarsınız. Amma bu maşının şəklini çəkeyim. Bildinizdə yəni abunə olun, sad eləyin. TikTok'da da abunəçim qalxsın, heç olmasa 970 olan olsun 1000 neçə. Düzün deyin, çizim necə eləmişəm? Çizimi sizcə necə eləmişəm? Bəyənənlər yorumlara yazar ki, bəyənmişəm. Əslində belə də pis deyir. Əziyyət nə elədim prosta. Bunu da belə eləyəndə şey qoyanda bunlar hamısını bağlayanda babaq drift eləyir ha. Oy, orada olmasaydı 100 saat eləmişdim. 100 metr saat. Girdiydi var, vurdu. Buradan belə dönürük, gedirik. Buradan belə, oy, vurdu buralı. Gəlirik. Buraya gelirik. Gelirik bura. Düzəltdik. İndi gəldik bura. Buraya gələndən sonra maşını çeviririk. Belə qoyuruq. Belə qoyandan sonra qaldırdıq bunu belə. Yəni belə basaq ki, rol daha dönük qalsın. Əlimizi bir də oradan tutmayaq. Bir dənə şəklini çəkdik bunu. İndi çıxaq oyundan menyuya dönək. Yükleniyor, yükləndi, döndük. İndi 102.000 pulum var. 102.000 deyir, 200 nə qədər pulum var. 250 neçə pulum var idi.
Bu çizmə elədim yenə. Pulum 102.000 qaldı. Əslində 42.000 qalmışdı. Bir hamısı radarlardan satdan keçdim. 102.000 pulum oldu. Nəsə dostlar, sağ olun, görüşənə qədər. Bir də ya 147.000 pulum var. 299 dənəki neyim var? Coinim. İstər versəyə bir dansı maşın satım, amma atmaq istəmirəm. Çünki çizimli maşınlarımız olsun əlimizdə, hesabımız qəşəng olsun. Nəysə dostlar, sağ olun, görüşənə qədər.